az, nə çox, düz 1 saat 20 dəqiqədir ki, sürət qatarı ilə iş dalıyca getmişdim. Deməli, gedə-gedə də qatarda xəbərlərə baxıram. Baxıram ki, İlham Əliyev yenə də Azərbaycan xalqını 21-ci barmağına, lülüşünə doluyubdur. Güya ki, 20 mindən çox məhbus buraxılıbdır. Sosial şəbəkələrdə isə səs-küydür ki, ay aman qoymayın, maşennikləri, dələduzları, rüşvətxorları buraxıblar. O məhbusların arasında nə bir siyasi məhbus var, nə bir siyasi jurnalist var. Hamısı rüşvətxor maşenniklərdir. Azərbaycan xalqı nə qədər ki, ayağa qalxıb haqqınızı tələb etməyəcəksiniz, bundan da betər günə qalacaqsınız. Yeri gəlmişkən, baxın, sürət qatarının içərisində 3-5 nəfər insan gedir və insan kimi də gedir. Niyə? Çünki demokratik bir ölkədə yaşayıram və hər kəsə də öz haqqını tələb etməyi arzulayıram. Qatarım çatdı, mən düşürəm. Sonunda dedim, belə bir qısa bir video çəkim ki, həyatı bir dəfə yaşayırıq. Əliyevlər, Paşayevlər bizim həyatımızı çaldı. Bizimkini çalmaqla bərabər həyatımızı məhv elədilər. Qalxıb bu qəhrəyan hakimiyyətini yox eləməliyik. Yox etmədikcə özümüz yox olacağıq. Bəyənin, paylaşın, Mağara Media kanalına abunə olun. Milyonlarla pul götürdülər bax bu şeydə, amnistiyada. Ancaq rüşvətxorlar və anası arvadı qəhbələri əksəriyyətini buraxdılar. 2-ci mərtəbədən düşürəm aşağı. Nə bilim valla. Allah Azərbaycan xalqını qorusun. Buradan yaxşı tualetlər var ha, Cavid Qurbanov. Dəmir yollarını göt-güllə qoymusan, bax. Görürsən, qəşəng tualet. Basasan bura. Deyir ki, olmaz deyir, adam var. Nəysə, özünüzdən müğayyət olun. Məni izləyən daimi izləyicilərim, işimdə gücümdəyəm. İstəmirsinizsə belə ara sıra girim itəliyim. Mənim haqlarımı bərpa eləyin, ondan sonra kimi qayırırsınız, qayırın, özünüz bilərsiniz. 2 mərtəbəli qatardan düşdüm. Mənim haqqımı bərpa eləyin, yaxşı eləyib qayırırsınız. 50 yaşım var, mən nə qədər peysər qayıracam, nə qədər cındır qayıracam. Hərə öz haqqını tələb eləməsə, bu xəmir çox aparacaq. Görün, Qarabağ qazisi Tofiq Yaqublu, Hacı Vəliyev, Rıza Səfərsoy, jurnalist qızlar, hamısı türmələrdə əziyyət çəkir. Niyə, kimə görə? Hə? Bu xalq oturub seriala bax. Mən şəxsən qorxağa, yaltağa görə danışmaq istəmirəm. Və bunu anlamışam. Özümə görə danışıram. Hacı İbrahim Mehrəminin arvadının qızının ağzına verir. Üzr videosunu göndərir. Və mənə bir normal adam çıxsın. Anası erməni Cavid Qurbanov kimi qəhbə saxlayanlar yox. Ki, mənim üstümdən pul tutublar. 150.000 avro təşkil edir, qalanını cibinə qoyur. Elə bir şey yox. Ona görə də verin Hacı İbrahim Mehrəminin arvadının qızının ağzına, sizin ki, sizdə mənim. Mən yollardayım, yollarda, divijenidəyəm. Vaxtım olmur canlı eləməyə, heç eləməyi də istəmirəm. Amma belə itəliyəcəm. Aydındır. Özünüzdən müğayyət olun. Allah Azərbaycan xalqını qorusun. Sərhədlər deyirlər, bağlıdır. Bax, bütün Fransa, İtaliya, Almanya, hardan deyirsən millət gəlir. Vağzaldayıq. Sağ olun, salamat olun. Hacı İbrahim, arvadımın qızımın dilini üstünə tutarım. Cavid Qurbanov, sənin, bəylər sənin, vilayət, Kamran Əliyev, Rüstəm Yusubov, Zakir Qaralov, qəhbənin malaları. Hamımıza qısa videolar çəkəcəm, narahat olun. Arrivederci.